15-ci testdə fikir versək, yenə də 9-cu testə bənzərdir şəkil olaraq. AB isə saat təqrəbi istiqamətdə olan isə saatın əksinə olan hissə ilə, yəni AB qütbləri arasındakı hissə ilə paralel birləşdirilmişdir. Yəni sanki bir hissə bu formadadır, bir hissə də bu formadadır. Baxın, belə paralellik var. Və fikir versək, ümumi müqavimətimiz 6 ohmdur və hər hissədə bərabər uzunluqlara bölünmüşdür. Və əlbəttə ki, burada R bərabərdir Rho bölü S düsturuna əsasən yəni müqaviməti elə düz mütənasib hissələrə bölə bilərik. Yəni mütənasib olaraq eyni götürə bilərik. Baxın, bu hissəyə L desək, digər hissələrimiz L olacaqdır. Onda belə çıxır ki, ümumi hər hissəyə düşən 16 ohmdursa, bir hissəyə düşən 4 ohmdur. Yəni bu hissənin müqavimətinə 4 ohm deyə bilərik. 4 ohm deyə bilərik. O zaman baxın, bu hissə öz arasında ardıcıldır. Yəni hər hissə 4 ohmdursa, onda bu hissəmizdə 12 ohm olacaqdır. Çünki ardıcıl birləşmədə ellər toplanır. Və ümumi düsturumuza əsasən R1 vurulsun, R2 bölünsün, R1 üstə gələk, R2 düsturundan istifadə edə bilərik. Yəni 4 vurulsun 12, aşağıda 4 üstə gələk 12. O zaman 4 vur 12, 16 olar. Burada 4, 12 4'e bölsək 3 ohm olar. Ümumi müqavimətimiz 3 ohm olacaqdır. Yəni, bayaq dediyim kimi, bir hissə 4 ohmdur, digər hissə 12 ohmdur və paraleldir. 16-cı test. 16-cı testdə yenə də paralelliyi var. Paralellikdə U konstantdır və qeyd etdiyim kimi U konstant olarsa, Q-nün U kvadrat bölünsün R vur T düsturuna istifadə edə bilərsiniz. Verilmiş naqillərdə eyni zaman müddətidir. Paralel isə U konstantdır. Q-lə tərs aslı olacaqdır. Yəni Q1 bölünsün Q2 bərabərdir. Tərs olduğu üçün R2 bölü R1 yaza bilərik. R2 də 6 bölü 2 bərabərdir 3 olacaqdır. 17-ci testə baxırıq. 17-ci testdə iki eyni müqavimətlə naqil demək dövrəyə ardıcıl birləşdirilmiş və T müddət ərzində müəyyən qədər istilik miqdarı ayırmışdır. Həmin naqilləri dövrəyə paralel birləşdirsək nə olar? 2 eynidirsə ardıcıl birləşmədə 2R olacaqdır. Paralel birləşmədə isə R bölü 2 olur. Baxın, 2R'dən R bölü 2'yə gəlmək müqavimətin 4 dəfə azaldığı anlamına gəlir və bizim də gərginlik sabit olduğu üçün U kvadrat RT düsturuna müraciət edirik. Eyni istilik miqdarı, yəni müəyyən istilik miqdarı eyni anlamına gəlir. Dəyişməz, U sabitdir, dəyişməz. RT ilə yanaşı vurma olduğu üçün tərs aslı olacaqdır. Yəni müqavimətimiz 4 dəfə azalırsa, zamanımız 4 dəfə artar, yəni 4T olacaqdır. 18-ci test. Bu hissə bir-birinə paralel birləşmişdir. Paraleldə R'lər tərs toplanır və yaxud da ümumi 2 hal üçün olan bir düstur R1 vur R2, R1 üstə gələ R2'yə müraciət edirik. Yəni 2 vur 3 bölünsün 2 üstə gələ 3, 5. Buradan da bu hissə 1/2 olacaq. Baxın, bu 1/2 olan hissə 1/8 olan hissəyə ardıcıl birləşmişdir. Ardıcılda ünlülər toplanır. Yəni 1/2 və 1/8'in cəmi bizə 3 ohm cavabını verəcəkdir. 19-cu testdə bu hissələr ardıcıldır. Ardıcıla normal toplayırıq. 15 üstə gələ 25 olur 40. 40-40'a paraleldir. Artıq birləşəndən sonra birinə paraleldir. Paraleldə birini götürüb sayına bölə bilərik. O da 20 ohm olacaqdır. 20-ci testə baxırıq. Müqavimətləri 3 ohm və 9 ohm olan iki naqil paralel birləşdirilmişdir. Əgər müəyyən zaman ərzində ikinci naqildə 2 ohmda 1 kJ istilik miqdarı ayrılarsa, birincidə ayrılanı istəyir, həmin müddətdə deyir. Baxın, zaman dəyişmir. Və buna R1 desək, buna da R2 deyə bilərik və paralel birləşdirilmişdir. Paraleldə qeyd etdiyimiz kimi U konstant olur. O zaman biz istilik miqdarının U kvadratı bölünsün R vurulsun T düsturundan istifadə edə bilərik. Zaman həmin müddət olduğu üçün T dəyişməz. Paralel olduğu üçün U konstantdır. Q ilə tərsdir. Yəni Q1 böl Q2 bərabərdir. R2 böl R1 yaza bilərik. Demək, ikinci naqildə 2/1'dir. 2/1 qeyd etsək, Q1'ə məchul kimi baxsaq, uyğun olaraq R2'miz 9'dur, R1'imiz 3'dür. Buradan da 3 Q1 bərabərdir. 2/1 vur 9. Buna ixtisar getsə 0/7. O da 6/3 kJ cavabını bizə verəcəkdir. 21-ci testə baxırıq. 21-ci testdə yenə də müqavimətlə R1 və R2 qeyd edirik. Bu səfər birinci naqildəki verilir, ikinci istənilir. Qayda eynidir.
Amma sadəcə burada ardıcıl birləşdirilmişdir. Ardıcılda i konstantdır, yəni cərəyan şiddətimiz dəyişmir. Odur ki, Q-nün i kvadratı RT üstünə müraciət edirik. Yenə də eyni zaman, müəyyən zaman dediyi üçün dəyişməz. Ardıcıl olduğu üçün i dəyişməz. Q ilə düz asılıdır. Yəni Q1 böl Q2 bərabərdir. R1 böl R2 qeyd edə bilərsiniz. Bu səfər birincidəki hissəli miqdarı verib, ikinci istənir. Yəni 1.6 böl Q2 bərabər uyğun olaraq birinciyə 3 deyilir, ikinciyə də 1.5 götürə bilərik. Buradan ixtisar getsək 0.5, 0.5-i də vursaq 0.8 kilojoule cavab almış oluruq. 22-ci testdə birləşmə, baxın bu hissədə paraleldir. Paraleldə bildiyiniz kimi U konstantdır, yəni U dəyişməz. Digər tərəfdən də U'nun yer olduğunu bilirik. Yəni burada ampermetr i-ni xarakterizdir, R-də müqavimətdir. Yuxarının hasili aşağının hasilə bərabər olmalı, çünki paraleldirlər. O zaman baxırıq, i2 4-dür, daha doğrusu R2 4-dür, i2 3 amperdir. Yəni bu hissədə bu i-miz 3-dür, R-imiz 4-dür, vursaq 12 eləyir. Baxın, bu hissənin U-su 12 isə yuxarıda 12 olmalıdır, paraleldir. O zaman R1-im 3-dürsə, 12 olması üçün i1-im olmalıdır 4. Yəni 4 üçün 12 eləsin. Baxın, buradan gələn cərəyanda bölünür hər ikisi arasında, bərabər bölünməsi şərt deyil. Baxın, yuxarıda 4 amper olur, aşağıda 3. Belə çıxır ki, bu hissədəki 7 amper olub ki, gedərkən, yəni paralel hissəyə daxil olarkən 2 hissəyə bölünür, çünki paralellikdə i-lərimiz toplanır. 23-cü testə baxırıq. 23-cü testdə dövrə hissəsinin ümumi müqaviməti 5 ohmdur. Bir naqilin istənilir. Baxın, bu hissə bir-birinə paraleldir. Yəni, bu hissə olur R böl 2, özə qiymətcə bərabərdirlər. Bu hissə olur R böl 3. Lakin bu hissədəki müqavimət, bu hissədəki müqavimətə ardıcıldır. Ardıcılda bildiyiniz kimi R-lər toplanır. Yəni, R böl 2 ilə R böl 3-ü toplayırıq. Bu zaman olacaq 6, 3R, 5R. 5 R böl 6'mız bizim ümumiyə bərabər. Ümumimiz də 5'dir. O zaman buradan da 6, 5'im 30'u da 5'e bölsək 6 ohm olacaqdır. Cavabımız 6. 24. 24'də 100 ohm müqavimətli naqilə, müqaviməti nə qədər olan naqili paralel birləşdirilməlidir ki, müqavimət 20 olsun. Baxın, bu R1'dir, bu da R ümumidir və birləşmə paraleldir, bizdən R2 istənilir. Paraleldə 1 böl R ümumi bərabərdir 1 böl R1, üstə gələk 1 böl R2'dir. Ümumimiz 20'dir.